SOCAP elmi açıqlaması nədir? Ətraflı videoda. Videonu sona kimi izləyin və səhifəmə abunə olun. Bu tip mövzular sizə də maraqlıdırsa, videonu bəyənin. SOCAP termini ayrıca bir texnika adı deyil. Bu söz praktikada saç qaynağında istifadə olunan mikrokapsulyar birləşmə üsulunu ifadə etmək üçün formalaşmış kommersiya terminidir. Texniki izahı isə saç qaynağında SOCAP dedikdə nəzərdə tutulur. Mikro ölçülü termoplastik kapsul. Adətən keratin əsaslı polimer materialdan hazırlanır. İstilik 160-200 dərəcə təsiri ilə təbii saç lifinə lokal molekulyar adheziya yolu ilə birləşdirilir. Bu birləşmə saçın korteks qatına zərər vermədən yalnız kutikul səviyyəsində mexaniki kimyəvi bağ yaradır. Elmi terminlə desək, SOCAP bərabərdir Microkeratin Microencapsulation Bonding System. Yəni, mikro, kapsulun diametri 2-3 mm və ya daha az, encapsulation, əlavə saç telinin keratin kapsulla örtülərək birləşdirilməsi, bonding isə istiliklə aktivləşən polimer bağlama prosesi. Ona görə də mikrokapsula isə elmi baxımdan daha təhlükəsiz qaynaq növü sayılır.